Respublikanın digər ərazilərində olduğu kimi Sumqayıt şəhərində də son günlər müşahidə olunan intensiv və aramsız yağıntılar nəticəsində bir sıra infrastruktur problemləri yaranmışdı. Güclü yağış suları şəhərin müxtəlif hissələrində kanalizasiya sistemlərinin yüklənməsinə səbəb olmuş, bəzi ərazilərdə isə kanalizasiya xətlərində dolma, daşma və çökmə halları qeydə alınmışdı. Yaranmış vəziyyət nəticəsində çirkab suların bir hissəsi şəhərin bəzi küçə və prospektlərinə, eləcə də yaşayış məhəllələrinə daxil olmuş. Bu da həm nəqliyyatın hərəkətində çətinliklər yaratmış, həm də sakinlər üçün müəyyən narahatlıqlara səbəb olmuşdu. Məsələ ilə bağlı dərhal müvafiq qurumlar tərəfindən operativ tədbirlər planı həyata keçirilmişdir. Aidiyyatı xidmətlərin əməkdaşları tərəfindən problemli ərazilərdə suyun çəkilməsi, kanalizasiya xətlərinin təmizlənməsi, çökmüş hissələrin bərpası istiqamətində fasiləsiz işlər aparılmışdı. Xüsusi texnika və canlı qüvvə cəlb olunmaqla vəziyyətin qısa müddətdə sabitləşdirilməsi təmin edilmişdi. Hazırda isə əsas problemlər aradan qaldırıldıqdan sonra həmin küçə və məhəllələrdə geniş miqyaslı təmizlik və dezinfeksiya işləri həyata keçirilir. Bu çərçivədə ərazilər yuyulur, çirkab qalıqları təmizlənir və sanitar-gigiyenik normaların bərpası istiqamətində tədbirlər görülür. Qeyd edək ki, mövcud vəziyyətin tam aradan qaldırılması və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə şəhərin kanalizasiya və yağış sularının axıdılması sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.